İnsan orqanizminin 3/2-si sudan ibarətdir. Su bədənin ən vacib metabolitidir. Bədən üçün çox vacib olan bir elementdir. Günümüzə su ilə başlamaq lazımdır. Dünyanın da 3/2-si sudur. İnsan bədəninin, xüsusən beyin toxumasının böyük bir qismi sudan ibarətdir. Biz yetərli qədər su içmirik. Susuzluğumuzu hiss etdikdə artıq orqanizm üçün bir siqnal çalmağa başlayır. Susuzluq hissi gəlmədən su içməyimiz lazımdır. Yaxşı olar ki, bunu ac qarına, yeməklərdən öncə, səhər yerimizdən duran kimi, fiziki fəaliyyətdən sonra mütləq şəkildə bədən tələbatımıza uyğun şəkildə ödəyək. Orta çəkili bir insanın, yetkin yaşda bir insanın ortalama 2 litr suya ehtiyacı vardır. Amma suyun əvəzini çayla, enerjiləri yüksək olan içkilərlə ödəməliyik. Bəzən insan susuzluğu aclıq olaraq qəbul edir. Yəni, bədən susuzdur, beyin bunu aclıq kimi qəbul edir və insan acır və çoxlu qida qəbul etməyə və o da piylənməyə səbəb olur. Ona görə biz susuzluq hissi gəlmədən su qəbul etməli, su içməliyik. Su orqanizmdə gedən bütün biokimyəvi proseslərin ana mənbəyidir, ana sahəsidir. O baxımdan çalışın bədəninə susuz qalmadan, susuzluq hissi qalmadan çoxlu su için.